bayram ab-havası artıq bir neçə gündür ölkəmizdə hiss olunur. Hər yerdə demək olar ki, elə eyni zamanda metropolitində də. Metropolitində biz bunu retro qatarlarla hiss eləyə bilirik. Bu retro qatarlar bugündən etibarən ayın 22-sinə qədər nümayiş olunacaq. Salam, hər vaxtınız xeyir olsun, bayramınız. Çox sağ olun. Necədir, ümumi ab-havanı hiss eləyə bilirsiniz? Bəli, çox gözəl hiss olunur ab-hava. Məncə bu belə fəaliyyətlərin olması Azərbaycan gələcəyində də adi tənərin davam etməsi üçün çox böyük tarixi bir unudulmaz simvoldur. Kimlərlə gəlmisiniz, nə edəcəksiniz? Rəfiqələrimlə gəlmişəm. Hal-hazırda gördük, sevindik və gəldik burada şəkil çəkdirməyə, vaxtımızı xoş keçirməyə. Məncə çox xoşdur, çox gözəldir. Mən hətta bir dəfə 2 yaşımda da minmişdim buna. Artıq amma yadımdan çıxmışdı, indi daha maraqlı oldu. Nələri maraqlı oldu? Ümumiyyətlə, quruluşu falan mənə maraqlı gəlirdi də. Bu retro vaqonlar yalnız keçmişin yadigarı deyil, həm də metropolitenin tarixini yaşadan bir sənət əsəri kimidir. Şəxsən özümü keçmişdə hiss elədim. Elə bir keçmişə bir səyahətə çıxmışam və bu səyahətdə elə bir həyatın elə bir müəyyən dövrləridir. Nəvəmi götürdüm, gəldi. Nəvəm də çox xoşdur. Həmişə retro qatarlar deyir. Retro qatar həvəskarıdır. Ona görə hər yerini incələyir, girib bütün hər detallarına baxır. Vaqonlar oturacaqları, metal çərçivələri və xüsusi dizaynı ilə o dövrün ruhunu yaşadır. Onların tarixi də elə buranın ab-havası qədər maraqlıdır. A seriyalı vaqon Bakı metropoliteninin ümumiyyətlə postsovet məkanının ən unikal vaqonu hesab olunur. Çünki 1935-ci il may ayının 15-də Yosif Stalin başda olmaqla Sovet rəhbərliyi məhz bu vaqonun da daxil olduğu qatarda Moskva metropolitenini açıb. Vaqon özü 1934-cü ildə istehsal olunub. Bundan əlavə olaraq G seriyalı vaqon 1950-ci illərdə istehsal olunub və Bakı metropolitenində yenə sərnişin daşımayıb. Hər iki vaqon öz dövrünün ab-havasına uyğun olaraq orijinal görkəmində bərpa olunub. Qatardakı hər addım bir tarix yazır. Bəlkə də bu retro qatarlar yalnız bir nəqliyyat vasitəsi deyil, hər bir sərnişinin öz keçmişi ilə bir görüşüdür. Siz də aprelin 22-sinə dək bu səyahətə çıxmaqla bayramınıza nostalji ovqat qata bilərsiniz. Ləman Abbaslı, Zaur Ağamir, İTV Xəbər.